Salam hörmətli izləyicilər. Bugünkü videomuzda sizlərin, yəni vergi ödəyicilərinin hüquqlarından danışacağıq. Belə ki, bugünkü biznes dünyasında qanunlara uyğun fəaliyyət göstərmək hər bir sahibkarın borcudur. Amma bu prosesdə hüquqlarınızı bilmək sizin ən böyük haqqınızdır. Hər bir vergi ödəyicisinin qanunla təmin olunmuş hüquqları var. Təəssüf ki, bu hüquqları bilməyənlər tez-tez haqsızlıqla üzləşirlər. Əziz sahibkarlar, gəlin əsas hüquqlarınıza birlikdə nəzər salaq. Məlumat hüququ. Siz vergi orqanlarından fəaliyyətinizlə bağlı tam, dəqiq və əsaslandırılmış məlumat tələb etmək hüququna maliksiniz. Ədalətli yoxlama hüququ. Yoxlamalar yalnız qanunla müəyyən olunmuş əsaslarla və müddətdə aparılmalıdır. Siz əvvəlcədən məlumatlandırılmalı və nəticələrlə tanış edilməlisiniz. Apellyasiya hüququ. Sizə tətbiq olunan hər hansı cəriməyə və ya qərara qarşı şikayət vermək hüququnuz var. Konfidensiallıq hüququ. Maliyyə və kommersiya məlumatlarınızın məxfiliyi qorunmalıdır. İxtisaslı yardım hüququ. Siz peşəkar vergi məsləhətləri ilə məsləhətləşmək və onların dəstəyini almaq hüququna maliksiniz. Unutmayın, hüquqlarınızı bilmək, cərimələrin qarşısını almaq, biznesinizi qorumaq və stabillik deməkdir. Biz sizə yalnız vergi hesabatı deyil, hüquqlarınızın müdafiəsini də təklif edirik. Əgər sizə qarşı haqsız cərimələr, əsassız yoxlamalar və ya suallar ünvanlanıbsa, bizim peşəkar komandamız hər zaman yanınızdadır. Suallarınız varsa şərhlərdə yazın və ya bizimlə əlaqə saxlayın.